Salam gözəl və baxımlı xanımlar, xoş gördük hər birinizi mənim YouTube kanalımda. Mənim adım Süreyya Farzəlayevdir. Burada mövzu kosmetika, makyaj, gözəllik, qulluq, baxım və ümumiyyətlə qadınlara aid olan çox şey. Əgər maraqlıdırsa səhifəmə abunə olun, zəng düyməsinə klik edin ki, yeni çıxan videodan xəbərdar olasınız. Bu videoya like qoyun, bu videonun altında şəhərlərinizi yazın. Həmçinin mənim Telegram kanalı vasitəsilə də izləməyi unutmayın. Əgər siz daha short, qısa, konkret paylaşımları sevirsinizsə. Və gördüyünüz kimi mən artıq makyajdayım. Bugün yeni aldığım kosmetikalarla makyaj elədim. Onların içərisində hətta elələri var idi ki, mən onları ilk dəfə bu videoda sizinlə bir yerdə yoxladım. Ona görə də izləməyə dəyər. Gəlin başlayaq. Mən birinci qaşlarımı şəkilləndirməkdən başlamaq istəyirəm. Bunun üçün L'Oreal'ın Infallible Brows adlı qaş gelindən istifadə edəcəyəm. Yeni aldığım kosmetikaların unpacking videosu var. Yeri gəlmişkən daxil olub ona da baxa bilərsiniz. Əgər baxmısınızsa, o zaman bilirsiniz ki, ilk açdığım məhsul nəmləndirici krem idi. Bu nəmləndirici krem Lancome'dandır. Hydra Zen Gel Cream adlanır. Nəmləndirici kremdir. Mənə elə gəlir bütün dəri tipləri üçün uyğundur. Çünki bura qeyd olunmayıb xüsusilə quru, həssas və s. Amma çox quru dərilər üçün çox yaxşı olmaya bilər. Yaxşı necə? Yaxşıdır. Sadəcə olaraq çox qurudursa onun ötəsindən gəlməyə bilər. Biraz belə deyək, yüngül bir kremdir. Düzdür, baxmayaraq ki, mənim dərim qurudur, amma yay aylarında dəhşətli dərəcədə qışdakı kimi quru olmur. Ona görə də bu kremi yay aylarında çox rahat formada istifadə edə biləcəyim. Nəmləndirici kremi dərimə yaxşı hopdurdum. İndi isə keçirik daha bir maraqlı məhsula. Yay üçün ideal olan bir şeydir. Bu Pupa'nın Professional BB kremi plus primeridir. Qeyd edeyim ki, məndəki bütün dəri tipləri üçün uyğundur. Amma bu formada, bu qablaşmada yenə BB kremi var. O da hansı ki, yağlı, qarışıq və yağlı dəri tipləri üçün uyğundur. Həmçinin bunun bir də tünd variantı var. Haradasa bu rənglərdədir. O da bütün dəri tipləri üçün uyğundur və o da anti-aging kremdir. Onların heç birini istifadə eləməmişəm. Yəni demək istəyirəm ki, kimə hansı uyğundursa, digər növləri də var. Bunlardan sonra bir də yenə çıxdı. Yenə BB primer və s. O formatda yenə BB kremləri çıxdı, amma onları test eləməmişəm. Bu xoşuma gəlir, bəyənirəm. Ona görə də bunu bəyəndiyim üçün düşünürəm ki, digər BB kremlərini də test eləyə bilərəm. Bunu bitirəndən sonra mən onu istifadə etmədən öncə həmişə çalxalayıram yaxşı. Daha sonra isə onu ya süngər, ya fırça, ya da əllərin vasitəsilə tətbiq edirəm. Bugün yəqin ki, əllərimlə tətbiq edərəm. Üzdəki qızarıqlıqları örtür, dəri tonunu bərabərləşdirir və üzdə demək olar ki, hiss olunmur. Gün boyu onunla gəzmək çox rahatdır, maska kimi qalmır. Konsileri də elə barmaqlarımla tətbiq edərəm. Full cup. Bu nə səsdir? Mən video çəkirdim axı. Məndən asılı olmayan şeylər baş verdi. Bu səsin səbəbindən pəncərəni bağladım. Mən həmişə bu hissələrə də tətbiq edirəm. Çünki bu hissələrə tətbiq edəndə baxışlar daha aydın olur. Qeyd edeyim ki, yeni aldığım kosmetikaların içərisindən BB kremi test eləmişdim. Videodan daha öncə də yəni onu istifadə eləmişdim bir neçə dəfə. Yəni ilk təəssürat olmadı, amma tuş, daha sonra isə pudranı ilk dəfə sizinlə yoxlayacağıq. Görək necədir. Barmaqlarımla demək olar ki, saniyələr içərisində bu konsileri tətbiq etmək alındı. Bugün tənbəllik eləməsəm evdən çölə çıxacağam, banka getməliyəm. Həmçinin uşaqlara kiçik alış-veriş etməliyəm. Uşaqların da alış-verişi qutarmır. Ümumiyyətlə, əvvəllər alış-verişi nə qədər çox sevirdim. İndi bilmirəm, yaşlanıram. Alış-veriş eləməkdən xoşum gəlmir. Xoşum gəlmir, yox, elə bir çox yoruluram. Ümumiyyətlə, son vaxtlar çox yoruluram. Son bir neçə aydır vitamin qəbul etmirəm. Bəlkə də ona görədir, bilmirəm. Amma dəhşətli bir yorğunluq var. Qalan qüsurlarımızı örtmürük. Çünki bunun üçün örtücülük vəd edən bir pudramız var. Görək o necədir. O həqiqətən də örtücüdürmü? Doğrudan da bu problemlərimizi az da olsa gizlədə biləcəkmi? Pudra isə Miluka'dandır. Ultra Cover
powder. Görək doğrudan da ultra cover'dır yoxsa yox. Amma bir şey var. Mən bunun nakleykasını qopartdım. Mən bunu ümumiyyətlə qoparsam bütün bu arxadakı yazılar da gedəcək. Bilmirəm bunu niyə belə fikirləşiblər. Bunu cırımda onda yox, cırmaq olmur. Burada axı onda bütün istifadə müddəti, nə bilim, yazısı hamısı gedir. Onsuz da yazısı bir dilində də qoy getsin, problem yoxdur. Oy, oy, oy. Bir yerdə açırıq sizlə. Çox həyacanlıyam. Belə. Güzgü. Və mən yəqin ki, bundan istifadə eləmərəm. Fırça ilə vuraram, hə. Maçalkası çox gözəldir. Belə yumuşaqdır. Sözün düzü bundan tətbiq eləmək istədim istəməyinə. Amma bir şey var ki, ultra cover olduğu üçün mən bilmirəm, ola bilər ki, bundan vurmaq biraz, nə bilim, yaxşı görünməz. Axı ilk dəfə test edirik. Gəlin birinci mənim öz fırçamla vuraq bu pudranı. İçərisində belə yumuşaq maçalkanın olması, güzgüsünün olması, qabının kompaktlığı mənim xoşuma gəldi. İndi isə yoxlamaq vaxtıdır. Uçmur. Uçmur deyəndə belə şey olmur. Nəysə, siz başa düşdünüz. Rəngi biraz tündür. Biraz da hələ artığını əlimə alıram gördüyünüz kimi. Birinci üzün hansı nahiyəsindən başlayaq? Gəlin buradan başlayaq. Görək o necədir. Bir hissəsinə tətbiq eləyək yarı tərəfinə. Sonra baxaq görək necədir. Sonra bu biri tərəfə tətbiq edərik. Cover effekti həqiqətən də var. Yəni örtücülük effekti wow. Amma birbaşa nə deyə bilərəm? Düzdür, mən onu bütün üzümə tətbiq elədim. O qurudacaq üzü. Hiss olunur ki, belə üzü qurudacaq. İstifadə etmədən öncə yaxşı-yaxşı nəmləndirmək lazımdır, bol-bol. Çünki məncə gün boyu dediyim kimi qurudacaq. Yağlı dərilərdə isə əla olacaq. Baxın, üzümün bir tərəfinə tətbiq etmişəm. Yəni bu tərəfinə tətbiq elədim. Yaxşı görünür. Pis görünmür uzaqdan. Uzaqdan dedim, amma yaxından da pis görünmür. Mən güzgünü yaxınlaşdırdım özümə. Baxdım. Yəni pis deyil. Bilmirəm, baxaq görək o özünü gün boyu necə aparacaq. İndi isə digər hissəyə tətbiq edirəm. Siz bu videonu sona qədər izləyin. Çünki mən düşünürəm ki, sonda makyajı yumadan öncə yenə telefonla özümü çəkəcəm və göstərəcəm ki, makyaj gün boyu necə qaldı. Görək o pudra, BB krem və istifadə elədiyimiz digər şeylərdə yeni olan şeylər özünü necə apardı. Həmçinin bu makyajla neçə saat gəzdiyimi də sizə deyəcəm. Məsələn, indi saat 8:15-dir. Mən görək bu makyajı saat 6-da yuyacam, 7-də yuyacam, bəlkə biraz daha tez yuyacam, 3-də, 4-də, neysə də baxaq görək ki, bu makyaj bu saatlar ərzində necə özünü apardı, necə qaldı. Əgər həqiqətən də yaxşı aparsa, bir problem olmasa, o zaman sizlər bu məhsullardan rahatlıqla alıb istifadə edə bilərsiniz. Mən xoşuma gəldi üzüm. Mən bəyəndim, yəni bir problem görmürəm. Siz necə? Yəni kameradan necə görünür orada? Mən üzümə bronzer və ənlik tətbiq elədim artıq. Həmin ənlikdən biraz da gözlərimin üzərinə vururam. Çünki üzr istəyirəm. Çünki dəhşətli dərəcədə maskaranı yoxlamaq istəyirəm. Görək tuşumuz necədir. Gözlərimi belə yalandan da olsa tez bazar bəzədim. Gəlirik əsas məsələyə, bu tuşa. Pudranı bəyəndik, inşallah bunu da bəyənərik. Wow, şotkası qəşəngdir. Bax buna deyərəm şotka. Həyacanlıyam. İnşallah bu qədər həyacanımıza dəyər məni biabır eləməz. Görək necə maskara seçmişəm özümə. Bu şotka ilə işləmək çox rahatdır. Fərqə gəldikdə isə, yəni hələ tətbiq eləyib qutarmamışam, amma özünüz baxın. Görün necədir. Görək gün boyu özünü necə aparacaq. Təbii. Görək ovulub tökülmə olacaqmı, olmayacaqmı, yayılma olacaqmı, olmayacaqmı. Çox təbii kipriklər alındı, çox təbii. Yəni, amma qızlar, Essence'in tuşları həmişə sevindirir də, yox. Yəni Essence'in pis olan tuşu var ki, uzunluq verdi. Belə qızlar, kipriklərimiz də belə alındı. Gözəl, mən bəyəndim. İndi isə gəlirik dodaq qələmimizdə. Baxmayaraq ki, bu dodaq qələmi bizə bir dəqiqə mən balzamı silim.
Baxmayaraq ki, bu dodaq qələmi bizə matlıq vəd edir, amma əslində o dodaqlara yumşaq çəkilir. Yalan deməyəcəm, mən bunu test eləmişəm. Dünə yoxsa bilmirəm, 1-2 gün bundan əvvəl dözmədim, yoxladım. Qəşəngdir. Hamının çantasında olmalı olan bir məhsuldur. Avtomatikdir, rəngi universaldır. Hər dodaq boyası ilə gedəcək. Onu pomada kimi də vura bilərsən. Mat olsa belə, dediyim kimi dodaqlara yumşaq yayılır. Rəngi dedim universaldır və məndəki rəngini deyim sizə. Görək hara yazılıbdır məndəki rəngi. Yəqin ki, qapağına yazılıbdır. Qapağım Cinnamon Spice 01 rəngidir. Avtomatikdir. Qələmyonan daşımağa ehtiyac yoxdur. Qiyməti ucuzdur. İndi isə gəlin baxaq. Dodaqlarımın üzərinə də vurum. Mən sadəcə olaraq qələm vuranda danışmasam yaxşıdır. Çünki qırağa çıxacam. Bu da mənə lazım deyil. Amma siz baxa bilərsiniz ki, o necə asan çəkilir. Düzdür, mən sizə dedim, bu qələmi artıq yoxlamışam. Amma mən onun qalıcılığını yoxlamamışam. Çünki makyaj elədim. Makyaj eləyəndən hardasa 1 saat sonra da onu yudum. Amma biz bugün sizlə qalıcılığına da baxacağıq. Mən bu qədər tətbiq elədim. Həqiqətən də mat görünür dodaqlarda və məncə o nə istidir, nə soyuqdur, nəsə neytral tonlardadır. Siz necə görürsünüz kameradan, isti ya soyuq? Gözəldir. Və məncə elə bu mat finişli olmağından dolayı qalıcı da olacaq. Yenə də gün ərzində yoxlayacağıq biz bunu sizinlə. Ona görə də bu videonu axıra qədər izləyin. Görün bu yeni məhsullar necə qaldı üzdə, gözdə və dodaqlarda. Özün düzü makyajı çox bəyəndim. İndi güzgüyə baxıram və məni narahat edən bir görüntü yoxdur. Dediyim kimi siz də fikirlərinizi yazın. Sizin nə xoşunuza gəldi, nə xoşunuza gəlmədi. Gloss da vuraq. Sizdən isə xahişim budur ki, kanalıma abunə olmağı unutmayın. Bu videoya like qoyun, bu videonun altında şərhlərinizi yazın. Sizcə bu məhsullar, ümumiyyətlə bu makyaj necədir? Və orada zəng düyməsinə də klikləyin ki, yeni video çıxanda xəbərdar olasınız. Həmçinin məni Telegram kanalı vasitəsilə də izləməyi unutmayın. Və mən sizi öpürəm, qucaqlayıram. Sağ olun. Yaxından göstərmək istəyirəm ki, makyaj necə görünür. Deməli belə, mən makyajı yumadan öncə söz verdiyim kimi onun son halını sizə göstərirəm. Bu makyajla 5 saatdan artıqdır ki, gəzirəm. Makyajı saat 8:15-də eləmişdim, indi isə saat 13:45-dir. Gəlin görək nə yerindədir, nə yerində deyil. Baxıram güzgüyə, baxıram kameraya, görürəm ki, tuş yerindədir. Bu məni sevindirdi. O heç hara axmayıb, tökülməyib, yayılmayıb. Hər şey qaydasındadır. Pudra mat görünüş verir. Yağlı qarışıq dərilər üçün ideal olacaq. Məndə biraz burun ətrafında quruluqlar hiss edirəm, amma yox, kritik deyil vəziyyət. Pudra yaxşıdır. O konsilerin gözaltı qırışlara dolmasının da qarşısına alıb. BB kremdən çox razıyam. BB kremi sevirəm. Mən onu bütün yay istifadə edəcəm. BB kremdən ümumiyyətlə razıyam. Daha sonra dodaqlara gəlsək, mən 2 dəfə çay içmişəm, su içmişəm və yemək yemişəm. Yağlı heç nə yeməmişəm, amma yemişəm. Və qələmi hələ də yerində görürəm. Belə aldığım bütün kosmetikalardan razı qaldım. Hamısını bəyəndim. Hamısı super.